Hər kəsə salam. Bugünkü izah videomuz Azərbaycanın geoloji quruluşu və mineral ehtiyatları bölməsindən Azərbaycanın geoloji quruluşu mövzusu olacaq. Gəlin başlayaq. Birinci sualda deyir: Kür-Araz ovalığında filiz faydalı qazıntı yataqlarının olmamasının səbəbi. Kür-Araz ovalığında niyə filiz faydalı qazıntılar yoxdur? Çünki burada çökmə süxur qatı qalındı. Çökmə süxur qatı olan yerlərdə filiz faydalı qazıntılar olmur. Çökmə süxurlar üstün olur. İkinci sual. Azərbaycan ərazisində hansı eranın çöküntüləri daha az yayılmışdır? Bizim ölkəmizin ərazisində arxeik, proterozoy dövrünün süxurları yoxdur. Bizdə olan ən qədim süxurlar paleozoy erasının süxurlarıdır. Həm də alt paleozoy süxurları Tovuz rayonunda Əsriçay, Zəyəmçay hövzəsində. Üst paleozoy isə Naxçıvanda Dərələyəzdədir. Bir də Sədərə qalxmasında. Cavab paleozoy çöküntüləridir. Kaynozoy genişdir. Mezozoyda Kiçik Qafqaz, Böyük Qafqaz dağlarında geniş yayılıb. Üçüncü sual. Kiçik Qafqaz dağlarına aid olan xüsusiyyət. Baxaq, zirvələri qar xəttindən yüksəkdə yerləşir. Xeyr, bu fikir yanlışdır. Qədim dağlardır, xeyr. Ölkəmizdə olan dağlar cavan dağlardır. Zəngin filiz faydalı qazıntılara malikdir. Kiçik Qafqaz dağlarına aid olan xüsusiyyətdir, bəli. Zəngin filiz faydalı qazıntılar var burada, çünki maqmatik süxurlardır. Zəngin daş kömür ehtiyatları xeyr, bizim ölkəmizdə ümumiyyətlə perspektivli daş kömür yataqları yoxdur. Çökmə süxur üstündür, xeyr. Çökmə süxur üstün olan Böyük Qafqazdır, Kürdağarası çökəkliyidir. Dördüncü sual. Azərbaycanda Böyük və Kiçik Qafqaz dağ sistemləri üçün ümumi olmayan xüsusiyyət. Cavan qırışıq dağlardır. Bizim bütün dağlarımız cavan qırışıq dağlardır. Vulkanik süxurlar geniş yayılmışdır, bəli. Vulkanik süxurlar Kiçik Qafqaz dağlarına aid olan xüsusiyyətdir. Böyük Qafqaz dağlarına yox, həm də burada Qarabağ vulkanik yaylası da var. Polimetal yataqlar həm Böyük Qafqazda var, Balakən-Zaqatalada, həm də Kiçik Qafqazda, Kəlbəcərdə. Geniş meşə massivləri var, hər ikisinə aid olan oxşar xüsusiyyətdir. Dəmiyə əkinçiliyi dağlıq yerlərdə dəmiyə, su varılmayan əkinçiliyidir. Cavab B-dir. Beşinci sual. Palçıq vulkanları Azərbaycanın hansı ərazilərində daha çox yayılmışdır? Biz bilirik ki, ölkəmiz palçıq vulkanlarının sayına görə qabaqcıldır. Və palçıq vulkanları da hardadır? Abşeron, Qobustanda, cənub-şərqi Şirvanda, Xəzər sahil ərazilərdə. Altıncı sual. Azərbaycanda 4-cü dövr çökmə süxurlarının geniş yayıldığı yerlər. Deməli, biz seçəcəyik düzənliklərimizi. 4-cü dövr, Kaynozoyun 4-cü dövrü. Düzən yerlərimiz. Milmuğan düzü, Şirvan düzü, Şollar düzü. Cavab 1-3-5. Zəngəzur silsiləsində paleogen çöküntülərdir. Talış dağlarında da paleogen çöküntülərdir. 7. Azərbaycanda ən qədim süxurların səthə çıxdığı ərazilərdəndir. Ölkəmizdə ən qədim süxurlar alt paleozoy süxurlarıdır. Tovuz rayonunda Əsriçay, Zəyəmçay. Üst paleozoy isə Naxçıvanda Sədərə qalxması və Dərəliyəz silsiləsidir. Bir də bəli, Əsriçay, Zəyəmçay 6 rəqəmi. Deməli cavab oldu 3, 4, bir də 6. C bəndi. Böyük Qafqaz tektonik zonasına daxil olan ərazilər. Deməli 5 dənə tektonik zona var idi. Böyük Qafqaz tektonik qalxmasına. Samur dəvəsi ön Qafqaz çökməsinə aiddir. Ləncəbiz silsiləsi aiddir Böyük Qafqaz qalxmasına. Qobustan alçaq dağlığı, bəli, böyük bir hissəsi Böyük Qafqaz qalxmasına aiddir. Bozdağ Kürdağarası çökəkliyinə aiddir. Yan silsilə, bəli, Böyük Qafqaz tektonik qalxmasına aiddir. Ceyrançal Acınahur da Kürdağarası çökəkliyinə aiddir. Deməli, Böyük Qafqaza aid olanlar hansılar oldu? 2, 3, 5. Cavab D bəndi. 9. Kür çökəkliyi tektonik zonasına daxil olan ərazilər. Gəncə Qazax düzü, bəli, Kür tektonik çökməsindədir. Gülüstan düzü. Gülüstan düzü Naxçıvandadır. Ona görə də Orta Araz-Cavan platformasına aiddir. Kürdağarası çökəkliyinə aid deyil. Ceyrançal Acınahur, bəli, Kürdağarası çökəkliyidir. Samur dəvəsi ön Qafqazdır. Cənub-şərqi Şirvan düzü, bəli, Kürdağarası çökəkliyidir. Şollar düzü də ön Qafqazdır. Yəni bu hissədir. Cavab oldu 1, 3, 5. C bəndi. Gəncə Qazax, Ceyrançal Acınahur, Cənub-şərqi Şirvan. Kürdağarası çökəkliyinə aiddir. Daha fəal seismik ərazilər hansıdır? Fəal seismik ərazilər əlbəttə ki, dağlıq yerləri seçəcəyik. Deməli, hansılar çıxır? Bir çıxır variantlardan. Çünki burada Şirvan, daha doğrusu Muğan düzüdür. Birləri çıxdıq. Daha sonra 5 çıxır, Şirvan düzüdür. 5'ləri də çıxdıq.
Cavab çıxdı. A bəndi. Dağlıq yerlər 2-3-6 Böyük Qafqazın cənub-şərq ətəkləri, 3 Kiçik Qafqazın şimal-şərqi, Zəngəzur dağları. 11. Kaynozoy yaşlı süxurların yayıldığı ərazilər. Əgər kaynozoy deyirsə, biz variantlarımızdan dağlıq əraziləri çıxmalıyıq. Deməli, 2 çıxar Naxçıvan. Dələliyəz dağlarını göstərir. 2-ləri çıxaq. Burada 6 çıxar. Çünki 6 mezozoydur. Böyük Qafqaz dağlarının yan silsilədir bura. 6-ları da çıxaq. Elə 6 çıxdı. Daha sonra burada 4. 4 kaynozoydur, lakin burada kaynozoy yaşlı maqmatik süxurlardır. Çökmə süxurlar deyil. Burada Qarabağ vulkanik ailəsi istisnaidir. Burada kaynozoy 4-cü dövr süxurlardır. Ancaq bizə çökmə süxur dediyinə görə biz 4-ü seçə bilmərik. Cavab olur 1 Şirvan düzü, 3 Lənkəran ovalığı və 5 Samur dəvəsi və yaxud da Şollar düzü. Cavab C. 1-3-5. 12-ci sual. Azərbaycan Respublikası ərazisinin geosinkronal qurşaqda yerləşməsinin nəticələri. Bizim ərazimiz bilirik ki, Alp-Himalay geosinkronal qurşağında yerləşir. Baxaq, bunun nəticəsində bizim ərazimiz fəal seismik bölgədir. Yəni, tez-tez zəlzələlər baş verir dağlıq ərazilərimizdə. Relyefdə denodasyon düzənliklər üstündür. Xeyr, bu fikir yanlışdır. Relyefin hündürlük amplitudu azdır. Xeyr, bu da aidiyyəti yoxdur. Cavan dağlar formalaşır, bəli. Yəni, seismik ərazi olduğumuza görə cavan dağlar var. Şaquli zonallıq aydın nəzərə çarpır, bəli. Şaquli zonallıq da dağlıq olan yerlərdədir. Fəaliyyətdə olan vulkanlar mövcuddur, xeyr. Bizdə fəaliyyətdə olan vulkan yoxdur. Bizdə olan vulkanlar palçıqdır, bir də sönmüş vulkanlardır. Qarabağ vulkan yaylasında sönmüş vulkanlar, palçıq vulkanlar isə Abşeron Qobustanda, Cənub-Şərqi Şirvanda, Xəzər dənizində. Cavab oldu 1, 4, 5. D bəndi. 13-cü sual. Talış və Baş Qafqaz silsilələrinin ümumi olmayan cəhətləri. Cavan dağ olmağı, bütün dağlarımız cavandır. Bu ümumi xüsusiyyətdir. Vulkanik süxurlar, bəli, baxın, B bəndi. Vulkanik süxurlar yayılıb Talışda. Talışda, Kiçik Qafqazda, Naxçıvan dağlarında vulkanikdir. Kür-Arazda, Böyük Qafqaz qalxmasında isə çökmə süxurlardır. Burada elə cavab B-dir, bunları fərqləndirən. Alp qırışıqlığı, bəli, cavandır, ikisi də alp qırışıqlığıdır. Dağlardır, meşələrdir və bura bol yağıntı düşür. 14. Şollar düzü və Samur dəvəçi ovalığının yerləşdiyi tektonik zona əlbəttə ki, Ön Qafqaz tektonik çökməsi. 15. Qarabağ düzü, Peştəsər silsiləsi və Qanı Xəriçə vadisinin müvafiq olaraq daxil olduğu tektonik zonalar. Qarabağ düzü aiddir Kür dağarası çökəkliyinə. Kiçik Qafqazları çıxaq. Peştəsər silsiləsi Talış dağlarının silsiləsidir. Talış dağlarında 3 dənə silsilə var. Talış, Peştəsər, Brovar. Peştəsər Talışla Brovarın arasıdır. Deməli, bu aiddir Kiçik Qafqaz tektonik qalxmasına. Böyük Qafqaz deyil, Kiçik Qafqaz tektonik qalxması. Qanı Xəriçə aiddir Kür dağarası çökəkliyinə. Burada cavab D bəndidir. 16-cı sual. Acınohur Ceyrançöl, Talış dağları yan silsilə yenə uyğun olduğu tektonik zonaları bizdən istəyir. Acınohur Ceyrançöl alçaq dağlığı, ön dağlığı aiddir Kür dağarası çökəkliyinə. Kür dağarası çökəkliyinə. Talış dağları aiddir Kiçik Qafqaz tektonik qalxmasına. Kiçik Qafqaz tektonik qalxmasına. Və yan silsilə, Baş Qafqaz silsilə, yan silsilə aiddir Böyük Qafqaz tektonik qalxmasına. Cavab oldu. Deməli, B bəndi. Kür dağarası çökəkliyi, Kiçik Qafqaz, Böyük Qafqaz. Azərbaycanda tektonik sınma zonalarına aid olan əsas xüsusiyyətlər. Tektonik sınma zonalarında dağ yamacları dikdir. Bəli, bu fikir doğrudur. Tektonik proseslər intensivdir. Bəli, sınma zonalarında zəlzələ hadisələri baş verir. Çökmə süxurların qalınlığı çoxdur. Yox, bu fikir ümumi deyil. Tektonik proseslər zəif gedir. Xeyr, tektonik proseslər güclü gedir. Deməli, buradan 1-2. 1-2. Termal və mineral sular, bəli. Sınma zonalarında mineral sular yer səthinə çıxır. 1-2-5. Cavab Y bəndi. 18. Respublikamızda süxurların yayılma xüsusiyyətləri. Hansı qanuna uyğunluqla yayılıb? Böyük və Kiçik Qafqaz dağlarında mezozoy süxurları genişdir. Bəli, mezozoy deyəndə Yura təbaşir çöküntüləri ağlımıza gəlsin Böyük və Kiçik Qafqaz dağları. Qusar maylı düzənliyində vulkanik süxurlar. Xeyr, Qusar maylı düzənliyi böyük bir hissəsi Böyük Qafqaz tektonik qalxmasına aid olunur. Burada vulkanik süxurlar deyil, çökmə süxur qatı. İkinci fikir yanlışdır. Talış dağlarında və Acınohur Ceyrançöldə mezozoy süxurları. Xeyr, mezozoy ancaq Böyük Qafqaz, Kiçik Qafqazdadır. 2 ilə 3-ləri də çıxaq.
Elə variantımız çıxdı B bəndi. Baxaq 5-ə. Kür Araz ovalığı və onu əhatə edən alçaq dağlıq ərazilərdə Kaynazoy. Bəli, bizim düzənliklərimiz Kaynazoy süxurları ilə örtülüdür. Və sürüşmələrin intensiv baş verdiyi yamaclarda cilli süxurlar üstündür. Bəli, bu da doğrudur. Məsələn, Böyük Qafqaz dağları ən çox sürüşmələrin baş verdiyi yerlərdir. Burada cilli süxurlar üstünlük təşkil edir. 19-cu sual. Böyük Qafqaz fiziki coğrafi vilayətində hansı geoloji dövrdə yaranmış süxurlara rast gəlinmir? Böyük Qafqazda paleogen var. Cənub şərqində. Neogen var. Qusar maylı düzənliyində. Yura var yüksək dağlıq yerində. Təbaşir də var orta alçaq dağlıq ərazilərində. Deməli, burada Trias söküntüləri yoxdur. Trias ancaq yayılıb Dərələyəzdə. Naxçıvanda. 20-ci sual. Qafqaz dağlarının əmələ gəldiyi qırışıqlıq əlbəttə ki, Alp qırışıqlığıdır. Qafqaz dağları cavan dağlardır. Kür Araz ovalığının yerində geniş düzənlik yaranmış və ərazi müasir xarici görünüşünü almışdır nə vaxt? Əlbəttə ki, Kaynazoy erasının sonunda, ən axırda. Antropogen. Kiçik Qafqaz dağlarının Böyük Qafqazdan fərqli xüsusiyyətləri. Vulkanik süxurların üstün olması bu aiddir, bəli, Kiçik Qafqaz dağlarına. Paleogen çöküntülərinin yayılması. Paleogen çöküntüləri Böyük Qafqaz dağlarındadır. Ona görə ikinci fikir getdi. Daha qədim süxurların səthə çıxması. Daha qədim süxurlar, bəli, Kiçik Qafqazda, şimal-şərq yamacında, Tovuz rayonu Əsriçay, Zəyəmçayda qədim süxurlar yer səthinə çıxıb. Bu aiddir Kiçik Qafqaza. Qeyri-filiz faydalı qazıntıların bolluğu bu Böyük Qafqaz tektonik qalxmasına aiddir. Zirvələrin çox hündür olması, bu da Böyük Qafqaz tektonik qalxmasına aiddir. Buradakı zirvələrin bir çoxu 4000 metrdən yuxarıdadır. Filiz mənşəli faydalı qazıntıların zənginliyi, bəli, Kiçik Qafqazda vulkanik süxurlar üstün olduğuna görə filiz mənşəli faydalı qazıntılar çoxdur. Deməli, cavab oldu 1, 3, 6. C bəndi. 23. Azərbaycanda Böyük və Kiçik Qafqaz dağları üçün ümumi olmayan əlamətlər. Yenə, effuziv süxurların geniş ərazidə yayılması. Burada elə cavab A bəndidir. Effuziv süxurlar, süxurların səthə soyması nəticəsində yaranan, vulkan lavaların səthə soymasından yaranan süxurlardır, yumşaq süxurlar. Mezozoy yaşlı süxurların yayılması bu hər ikisinin oxşar xüsusiyyətidir. Geniş meşələr, dağlıq ərazilərdir, meşələrdir, bu oxşar xüsusiyyətdir. Dağ, qara torpaqlar, bəli, Kiçik Qafqazda Xocavənddə var, Böyük Qafqazda İsmayılıda var, Şamaxıda var, Gədəbəydə Daşkəsəndə var, qara torpaqlar. Subab ab çəmənliklərdə hər ikisində subab ab çəmənliklər var, yüksək dağlıq ərazilər. Deməli, cavab burada A-dır. 24. Azərbaycan ərazisinə sürüşmələrin geniş yayıldığı ərazilər, əlbəttə ki, sürüşmələr ancaq Böyük Qafqazda. Sürüşmə deyəndə ağlımıza ilk növbədə Böyük Qafqaz gəlsin. Deməli, Dərəliyəz gedər, Ceyrançöl gedər, ümumiyyətlə düzən yerdə sürüşmə olmur. Sürüşmə olmaq üçün ilk növbədə yağış lazımdır, plus da meyilli ərazi lazımdır. Vulkanik yayla da çıxdı, vulkanik yayla getdi. Deməli, cavab baş suarıcı yan silsilə. Böyük Qafqaz dağlarının silsilələrdir. 25-ci sual. Respublikamızda süxurların yayılma xüsusiyyətlərini müəyyən edin. Yenə, Böyük və Kiçik Qafqazda mezozoy süxurları geniş yayılmışdır. Bu doğrudur. Qusar maylı elə bayaqçı suala oxşuyur. Qusar maylı düzənində vulkanik süxurlar üstünlük təşkil edir. Xeyr, burada çökmə süxurlardır. Talış Acınohurda Paleozoy erasının süxurları geniş yayılmışdır. Xeyr, Paleozoy erasının süxurları deyil, Kaynazoydur. Xəzər dənizi sahillərində 4-cü dövrün maqmatik süxurları yox, çökmə süxurları yayılıb. Kür Araz ovalığı onu əhatə edən alçaq dağlıq ərazilərdə Kaynazoy süxurları, bəli. Cavab 1, 5, Y bəndi. Azərbaycanda 4-cü dövrü çökmə süxurlarının geniş yayıldığı ərazilər. Yəni düzən yerləri bizdən soruşur yenə. Kür Araz ovalığı, Samur Dəvəti, Lənkəran ovalığı. 1, 3, 5. Cavab B. Sürüşmə prosesi əsasən hansı amillə bağlıdır? Bayaq dedim. Sürüşmə olmaq üçün su olmalıdır, yağış olmalıdır, meyilli bir yer olmalıdır. Acınohur Ceyrançöl çıxar, Gəncə Qazaq çıxar, Mil düzü çıxar, Naxçıvanda da çıxar. Deməli, yeraltı sular, Böyük Qafqazın cənub və şimal-şərq yamacları. Cavab B olar. 28. Azərbaycanda qədim süxurların səthə çıxdığı əraziləri müəyyən edin. Ölkəmizdə ən qədim süxurlar səthə çıxır. Tovuz rayonunda Əsriçay, Zəyəmçay hövzəsində, Naxçıvanda, Sədərə qalxmasında, bir də və salam 4-6. Cavab A bəndi. Bir də Dərəliyəz silsiləsi o variantlarda yoxdur.
29. Kaynozoy məşəli 4-cü dövr yaşlı allüvial dəniz məşəli çökmə süxurların daha geniş yayıldığı fiziki coğrafi rayonlar. Əgər allüvial deyirsə, çay çöküntüləri hardadır? Kür Arazda, Samur Dəvəçidə də var. Qobustanda çay şəbəkəsi sıx deyil, Acınohur çıxdı, Ceyrançöl çıxdı, Araz boyu çıxdı. Deməli, cavab oldu A bəndi. 30-cu sual. Kiçik Qafqaz, Böyük Qafqaz Kür tektonik zonalarına uyğun gələn relyef vahidlərinin müvafiq ardıcıllığı. Şərqi Göyçə Kiçik Qafqazdadır. Şollar düzü ancaq Böyük Qafqazda deyil. Kür dağarası Ön Qafqaz tektonik çökməsindədir. Qarabağ silsiləsi Kiçik Qafqazdadır. Yan silsilə Böyük Qafqazdadır. Şollar düzü ancaq Kür dağarası çökəliyində deyil. Ön Qafqaz tektonik çökməsindədir. Murov dağ Kiçik Qafqazdadır. Qobustan Alçaq dağlığı Böyük Qafqazdadır. Qanlı Xəritsə Kür dağarası çökəliyindədir. Burada cavab C-dir. Düppədüz yazılıb. Talış dağları Kiçik Qafqaz qalxması, Qanlı Xəritsə Kür dağarası, Şirvan düzü Kür dağarası. Murov dağ Kiçik Qafqaz qalxması, Qobustan Alçaq dağlı Böyük Qafqaz qalxması, Şərur düzü bu Araz Cavan platformasıdır. 31. Yenə relyef vahidlərin müvafiq ardıcılığı Kiçik Qafqaz, Böyük Qafqaz, Kür dağarası. Deməli, Şahdağ silsiləsi Kiçik Qafqazdır. Qovdağ silsiləsi Böyük Qafqazdır. Amma yaycı düzü Araz Cavan platformasıdır Naxçıvanda. Talış dağları Kiçik Qafqazdır. Ceyrançöl Acınohur Kür dağarası çökəlidir. Bizə ikinci lazımdır Böyük Qafqaz. Murov dağ Kiçik Qafqazdır. Sudur silsiləsi Böyük Qafqazdır. Qarabağ vulkan yaylası bu da Kiçik Qafqazdır. Ona görə C də olmaz. Şahdağ silsilə Kiçik Qafqazdadır, ancaq zirvəsi Böyük Qafqazdadır. Bəli, Kiçik Qafqaz, Niyaldağ, Böyük Qafqaz, Ceyrançöl, Acınohur, bu da Kür tektonik çökməsi. Bəli, cavab burada D-dir. Y-də isə burada Qanlı Xəritçay Böyük Qafqazda deyil, Kür dağarası çökəliyindədir. Həmçinin də Qarayazı düzü Kür dağarası çökəliyindədir. Kür tektonik çökməsində. 32. Bir-birindən tektonik sınmalarla ayrılan ərazilər, yəni qonşu ərazilər olsun, hərəsi bir tektonik zonada olsun. Cənub-Şərqi Şirvan, Salyan düzü hər ikisi Kür tektonik çökməsindədir. Abşeron, Qobustan, Cənub-Şərqi Şirvan. Bunlardan Abşeron, Qobustan Böyük Qafqaz qalxmasındadır, Cənub-Şərqi Şirvan Kür tektonik çökməsindədir və qonşudular. Cavab B-də elə. Şirvan düzü, Qarabağ düzü, bunlar ikisi də yenə Kür tektonik çökməsindədir. Gəncə, Qazax, Qarabağ düzü Kür tektonik çökməsindədir. Muğan, Salyan Kür tektonik çökməsindədir. Respublikamızın ərazisinin 30-cu sual. Geoloji inkişafı üçün səciyyəvi olmayan əlamətlər. Kiçik Qafqaz tektonik zonası sayca daha çox təbii vilayəti əhatə edir. Bu aid olan əlamətdir. Bu fikir doğrudur. Ona görə biriləri çıxırıq. 4-cü dövrə aid effuziv süxurlar bütün təbii vilayətlərdə yayılmışdır. Bu fikir yanlışdır. 4-cü dövr süxurları hər yerdə yoxdur. Məsələn, 4-cü dövr süxurları da hər yerdə yoxdur. Deməli, içini götürürük. Böyük Qafqazın cənub-şərqində paleozoy yaşlı süxurlara rast gəlinir. Bu fikir də yanlışdır. Paleozoy yaşlı süxurlar ancaq Naxçıvandadır, bir də Kiçik Qafqazdadır. Böyük Qafqazda yoxdur. Ona görə 3-ü götürürük. Deməli, 2-ni götürdü, 3-ü götürdü yanlış fikirlərdən. Tavaların konvergen sərhədində yerləşməsi fəal seysmikliyə səbəb olur. Bu fikir doğrudur. Neogen çöküntüləri əsasən alçaq dağlıqda yayılmışdır. Bu fikir də doğrudur. Ən qədim süxurlar Lənkəran ovallığında daha çox yayılıb. Xeyr, Lənkəran ovallığında Kaynozoydur. 4-cü dövr süxurlardır. Deməli, 6 da səhvdir. 2, 3, 6. Cavab D bəndidir. Ceyrançöl, Acınohur, Zəngəzur dağları, Ləncəbiz. Aid olduğu tektonik zonalar. Ceyrançöl, Acınohur əlbəttə Kür dağarası çökəkliyidir. Kür dağarası çökəkliyidir. Elə bir variantda veriblər bizə Kür dağarasını. Zəngəzur dağları, Naxçıvan dağları Kiçik Qafqaza aiddir. Ləncəbiz silsiləsi də Böyük Qafqaza aiddir. Cavab A bəndidir. 35-ci sual. Xəritədə verilən rayonların ümumi əlamətləri. Bizə veriblər Talış dağları ilə Naxçıvanın Zəngəzur və Darəliyəz dağlarını. Landşaft inversiyası bu Talış dağlarına aid olan xüsusiyyətdir. Kiçik Qafqaz tektonik qalxmasına aid olan hər ikisi Kiçik Qafqaz tektonik qalxmasına aiddir. Polimetal ehtiyatları olan Şərurda, Gümüşlü yatağı Naxçıvandadır. Sarı torpaqlar Lənkərandadır, Talış bölgəsindədir. Ən hündür zirvəsi 3000 metrdən yüksək burada Zəngəzurda yerləşən Qapıcıqdır. 3904.
Talış dağlarının ən hündür zirvəsi Kömürçöydür. Cəmi 2493 metr hündürlüyə malikdir. Deməli, cavabım oldu B variantı. 36. Paleozoy, mezozoy, kaynozoy çöküntüləri. Zaqatala, Lahıc, Qonaqkənd fiziki coğrafi rayonları burada yayılıb deməli, mezozoy çöküntüləri, dağlıq ərazilər olduğuna görə Böyük Qafqaz dağları. Yüksək, orta dağlıq ərazilər mezozoy çöküntüləridir. Dərəliyə, sədərəyə qalxması əlbəttə ki, ən qədim süxurların yayıldığı yerlərdir. Paleozoy, alt paleozoy, üst paleozoy. Qarabağ, Murov dağ silsilələri. Yenə dağlıq ərazilərimiz mezozoydur. Talış dağları, Acınoxur, Ceyrançöl, Kaynozoydur. Talış dağları paleogen çöküntüləridir. Acınoxur, Ceyrançöl, neogen çöküntüləridir. Samur, Dəvəçi ovalığı, Şollar düzüdür. Bu Kaynozoy çöküntüləri, 4-cü dövr. Y. Əsriçay, Zəyimçayda, Tovuz rayonu, alt paleozoy, ən qədimi süxurlardır. 1-ə B, F, 2-ə A, C, 3-ə D, Y. Cavab C bəndidir. 37. Ön Qafqaz çökməsi ilə Kür çökməsinin müqayisəsini verib. Gelsinklan qurşağın tektonik əyilmə zonasında yerləşən hər ikisi tektonik əyilmə zonasıdır, çökmədir. Yodlu, bromlu mədən suları yayılmışdır. Yodlu, bromlu sular yayılıb Kürdə, Kür tektonik çökməsində. Ərazisində daha çox fiziki coğrafi rayon olan Kür tektonik çökməsidir. Deməli, 3-də gedir Kür tektonik çökməsinə. Turizm, rekreasiya ehtiyatları yüksək olan Ön Qafqaz çökməsidir. Burada Samur Yalama Milli Parkı var, Nabran əraziləri. 4 gedir Ön Qafqaz tektonik çökməsinə. Samur Dəvəçi ovalığına uyğun gəldiyi əlbəttə ki, Ön Qafqaz tektonik çökməsidir. Səthi Kaynozoy süxurları ilə örtülü olansa hər ikisi düzən yerlərdir və Kaynozoy çöküntüləridir. 1-ə 4, 5, 2-ə 2, 3, 3-ə 1, 6. Cavab A bəndidir. 38. Böyük Qafqaz dağlarında mütləq hündürlükdə süxurların geoloji yaşı arasında, hündürlük ilə yaş arasında fərq neyinir? Süxurların geoloji yaşı hündürlüyü artdıqca geoloji yaş da artır. Düzən yerlərdə cavan süxurlardır, dağlara doğru qalxdıqca süxurların yaşı artır. Deməli, artan qrafik hansıdır? A bəndi. 39. Azərbaycanda Yura çöküntülərin yayıldığı ərazilərə uyğun gələn relyef formaları. Yura çöküntüləri bizdə Böyük Qafqazda və Kiçik Qafqazdadır. Böyük Qafqazda yüksək dağlıq yerlərdədir. Deməli, nival buzlaq olacaq yüksək dağlıq ərazilərdə. Azərbaycanda ən qədim süxurların yayıldığı tektonik zona əlbəttə ki, Kiçik Qafqaz tektonik qalxması. Kiçik Qafqazın şimal-şərq yamaclarında Tovuz rayonu, Əsriçay, Zəyimçay, bir də Naxçıvanda Dərəliyəs, Sədərə qalxması. 41-ci sual. Eyler-Venn diaqramına əsasən yenə müqayisə verib. Böyük Qafqaz qalxması ilə Kiçik Qafqaz qalxmasının müqayisəsi. Yüksək dağlıq ərazilərdə Yura dövrünün çöküntüləri yayılıb hər ikisində. Yura yüksək dağlıq. Ərazisində psevdo vulkanlar, yalançı vulkanlar, yəni palçıq vulkanları püskürən bu Böyük Qafqaz tektonik qalxmasındadır, Abşeron, Qobustanda. Paleozoyun qədim süxurlarına rast gəlinir. Bu Kiçik Qafqaz tektonik qalxmasıdır. Paleozoy, qədim süxurlar. Sönmüş vulkanlar mövcuddur. Bu da Kiçik Qafqazdadır. Qarabağ vulkan yaylasında. Qızılboğaz, Böyük Işıqlı, Dəlidağ. Fəal seismik zona, əlbəttə ki, hər ikisi fəal seismik zonada yerləşir, çünki cavan dağlardır. Tektonik qalxmanın davamı Xəzər dənizindən keçərək Türkmənistana qədər uzanan Böyük Qafqaz dağlarıdır. Deməli, 1-ə 2, 6, 2-ə 3, 4, 2, 6, 3, 4, 1, 5. Cavab A bəndi. A-dan B-yə doğru süxurların yaşına görə düzgün sırasını müəyyən edin. A-da burada dağlıq hissədir. Kiçik Qafqaz dağlarının ətəkləridir. Burada biz Yura çöküntülərini deyə bilərik. B isə Qarabağ vulkan yaylasıdır. Bu istisna idi ki, Qarabağ vulkan yaylasında hündür olmağına baxmayaraq Kaynozoy süxurlarıdır, 4-cü dövr süxurlarıdır. Deməli, başlayacaq Yuradan, bitəcək 4-cü dövrdən. 4-cü dövr vulkanogen süxurları yayılıb Qarabağ vulkan yaylasında, çünki orada sönmüş vulkan zirvələri var. Deməli, daha sonra gəlir Yura, sonra Təbaşir, paleogen çöküntüləri və ən sonda 4-cü dövr çöküntüləri. 43-də yenə A-dan B-yə doğru süxurların yaşı. Bu dəfə artıq biz A-dan B-yə gedəndə Qarabağ vulkan yaylası 4-cü dövrdən başlayacağıq. Sonra gələcək paleogen, sonra Təbaşir, sonra da Yura. Deməli, 4-cü dövr A-da, ən sonda B-də Yura. 4-cü dövrdə başlayıb Yurada bitəcək. Deməli, cavab D bəndidir.
Eyler-Venn diaqramına əsasən uyğunluq Böyük Qafqaz, Kiçik Qafqaz qalxması, Kür tektonik çökməsi. Sərhədləri tektonik qırılmalar boyunca keçir. Tektonik qırılmalar boyunca sərhədləri olan hər üçü, deməli 4-ə gedir. A. Hamısında tektonik qırılmalar var. Mezozoy erasının süxurları yayılıb Böyük Qafqazda və Kiçik Qafqazda. B gedir 1-ə. Ərazisindən Tərtər çayı axır. Tərtər çayı axır Kiçik Qafqaz qalxması ilə Kür tektonik çökməsində. Mənbəyin götürür Tərtər çay Dəli dağdan tökülür Kür çayına. Deməli, Tərtər çay ikiyə oxşar olan xüsusiyyətdir. Seismik cəhətdən aktiv ərazilər deyil. Aktiv ərazilər deyil. Bu, Böyük Qafqaz və Kiçik Qafqaz tektonik ərazidir. Kür tektonik çökməsi tektonik ərazi deyil. Yəni, bura aid olan bir rəqəm vermədiklərinə görə bu heç birinə getmir. Palçıq vulkanları yayılmışdır. Palçıq vulkanları da yayılıb Böyük Qafqaz qalxması və Kür tektonik çökməsində. Kiçik Qafqazda isə sönmüş vulkanlar yayılıb. Deməli, Y də getdi 3-ə. 1-ə B, 2-yə C, 3-ə Y, 4-ə 3-ə Y, 4-ə B. 4-ə A. Deməli, cavab oldu B bəndi. Rəqəmlərlə verilən məntəqələr üçün səciyyəvi olan süxurlar. Geoloji yaşın artma ardıcılığı. Ən cavan hansı olacaq? Cənub-şərqi Şirvan düzü. Başlayacaq 2-dən. Ən cavan budur. Düzənlikdən çıxacaq dağlara doğru. Sonra gəlir Acınoğur Ceyrançöl. Ceyrançöldə. Deməli, neogen çöküntüləri. Kaynozoyun neogeni. Sonra gəldi Mezozoyun Yura Təbaşir dövrünün çöküntüləri. 1. Böyük Qafqaz dağları. Ən sonda Tovuz rayonu Əsriçay, Zəyəmçay ən qədimi süxurlar alt Paleozoy dövrünün süxurları. 3 rəqəmi. 2, 4, 1, 3. B bəndi. Ən qədim süxurların yayıldığı ərazilər. Ən qədim süxurların Naxçıvanda Sədərəy qalxması, Dərəliyəz, bir də Tovuz rayonunda Əsriçay, Zəyəmçay. 2, 5. Ən cavan çökmə süxurlarının olduğu yerlər, bu dəfə artıq biz düzənlikləri götürəcəyik. 4. Yura çöküntüləridir. 5. Burada Mezozoy çöküntüləridir. Burada da Naxçıvanda 2 rəqəmi Paleogen çöküntüləridir. Dağlıq hissələrində. Deməli, burada biz 3 Lənkəran ovalığını qeyd edə bilərik. Cavan süxur 4-cü dövr süxurlarına. Bir də 1. Samur Dəvəçi 4-cü dövr qeyd edə bilərik. 1, 3. 48. Azərbaycanda hansı geoloji dövrlərə aid çöküntülər daha geniş yayılmışdır? Deməli, bizdə daha geniş yayılanlar Paleogen çöküntüləridir. Yura və Təbaşir çöküntüləridir dağlıq ərazilərdə. Azərbaycanda hansı geoloji dövrlərə aid çöküntülər daha az yayılmışdır? Deməli, biz Paleozoyun dövrlərini seçəcəyik də. Paleozoyun dövrləri Kembri, Ordovik, Silur, Devon, Daşkömür, Perim. Devon, Daşkömür, Perim. 50. Doğru olmayan sıraları müəyyən edin. Araz-Cavan platforması, Orta Araz əyilməsi, Kür-Araz ovalığı, tektonik zona. Kür-Araz ovalığı xeyr, Orta Araza düşmür. Kür-Araz ovalığı Kür tektonik çökməsindədir. Murov dağ silsiləsi, Kiçik Qafqaz qalxması. Bu fikir doğrudur. Acınoğur ön dağlığı, Böyük Qafqaz qalxması xeyr. Acınoğur Kür dağarası çökəkliyində. Deməli, 1 yanlışdır, 3 yanlışdır. Ön Qafqaz çökməsi Şollar düzü. Bu fikir doğrudur. Şollar düzü. Kür çökməsi Muğan düzü. Bu fikir də doğrudur. Deməli, səhv hansılar oldu? 1, 3. 51. Ərazidə seismik fəallığın müşahidə olunması, çökmə süxurlarının yayılması psevdovulkanizm proseslərinə təkan verir. Nəticədə püskürmə məhsulu kimi səthə qaynar gil palçıq kütləsi olan saz axır. Deməli, biz axtarmalıyıq yalançı vulkanlar, yəni palçıq vulkanlarını axtarmalıyıq. Deməli, Qızılboğaz sönmüş vulkandır, Böyük Işıqlı sönmüş vulkandır, Dəli dağ sönmüş vulkandır. Deməli, burada cavab olur. Qalmaz, Axtarma Paşalı, Torağay ən hündür palçıq vulkanımızdır, 402 metr, bir də Çeyrəki. Ay Çınqılı, Pəri Çınqılı da buralar Çınqılılar Qarabağ vulkan yaylasındadır. Cavab oldu 1, 4, 1, 4, 5, 6. 52. Neogen yaşlı süxurların geniş yayıldığı yerlər. Neogen süxurları ölkəmizdə yayılıb Qusar Maylı düzənliyində, Qobustan Abşeronda, Acınoğur Ceyrançöldə. Baxaq görək hansı ərazilərdə verilib. Deməli, 4 rəqəmi Ceyrançöl, 3 rəqəmi də Abşeron, Qobustan. Cavab oldu 3, 4.
53. Azərbaycanın geoloji quruluşuna aid olan xüsusiyyətlər. Kür-Araz ovalığında 4-cü dövr vulkanik süxurlar deyil, xeyr, çökmə süxurlardır. Zəngəzur və Talış dağlarında paleogen yaşlı süxurlar üstünü təşkil edir. Bəli, bu fikir doğrudur. Paleogen. Qusar maylı düzənliyində mezozoy yaşlı süxurlar geniş sahə tutur. Xeyr, geniş sahə tutmur. Mezozoy süxurları yüksək dağlıq, orta dağlıq yerlərdədir. Şərir Ordubat düzündə proterozoy erasının süxurları. Bizdə ümumiyyətlə arxeik proterozoy dövrünə aid süxurlar yoxdur. Getdi. Ceyrançöldə Qobustanda neogen yaşlı süxurlar. Bəli, Acnohur, Ceyrançöl, Qobustan, Qusar maylıda neogen yaşlı süxurlardır. Deməli, bu fikirdə doğrudur. Qarabağ yaylasında 4-cü dövr vulkanik süxurları, bəli, 4-cü dövr süxurlardır bu hissədə. Özü də vulkanik süxurlar. 54. Paleogen yaşlı süxurların yayıldığı ərazilər. Paleogen aşağıda 2 dənə Talışda, Naxçıvanın dağlarında, bir də Böyük Qafqazın cənub-şərq yamaçlarında. Cavab oldu 1, 2, 3 paleogen çöküntüləri. Yura dövrü çökmə süxurlarının olmadığı ərazilər. Yura hardadır? Böyük Qafqaz və Kiçik Qafqaz dağlarının orta yüksək dağlıq ərazilərində. Deməli, biz Böyük Qafqaz dağlarının üstündən xətt çəkirik. 2, 3, 4 getdi. Olmaz. Yura burada var. Bizdən olmadığı soruşursa, deməli 5. Cənub-şərqi Şirvan düzü Kaynazoydur. 4-cü dövrdür. Burada Ceyrançöldür. Ceyrançöldə neogen çöküntüləridir və burada Naxçıvanın düzən hissələridir. Burada da Yura çöküntüləri deyil. Kaynazoydur. 1, 5, 6. 56. Azərbaycanın geoloji quruluşu ilə bağlı yenə doğru fikirləri bizdən istəyir. Kaynazoyun əvvəlində Böyük və Kiçik Qafqaz dağları ada şəklində idi. Bəli, bu fikir doğrudur. Birinci dağlıq hissələr suyun səthinə çıxıb. Azərbaycan ərazisində arxeik erasının müasir dövrünə qədər müasir yaşlı çöküntülər yayılmışdı. Xeyr, bizdə arxeik çöküntüləri, proterozoy çöküntüləri yoxdur. Talışda əsasən neogen çöküntüləri, xeyr, Talışda olan paleogendir. Vaxtilə dəniz suları altında olmuş ovalıqlarda 4-cü dövr süxurları, bəli. Böyük Qafqazda çökmə mənşəli süxurlar geniş yayılmışdır. Bəli, çökmə süxurlardır. Kiçik Qafqazda isə vulkanikdir. Azərbaycanda ən çox tektonik qırılmalar Kür-Araz, Samur, Dəvəti, Lənkəran ovalıqlarındadır. Xeyr, ən çox tektonik qırılmalar dağlıq ərazilərdədir. Cavab oldu 1, 4, 5. Növbəti sual, 57-ci sual. Doğru cavabı müəyyən edin. Ərazi, süxurların yaşı, tektonik zona. Deməli, Gəncə Qazax düzü antropogen, Kiçik Qafqaz. Gəncə Qazax düzü Kiçik Qafqaz tektonik zonasında deyil. Kür-Dağarası çökəkliyindədir. Səhvdir. Yan silsilə ön Qafqazda deyil. Bu fikir səhvdir. Yan silsilə Böyük Qafqaz tektonik qalxmasındadır. Talış dağları, Kiçik Qafqaz, paleogen, düppədüzdür. Deməli, 3 götürürük. Qarabağ düzü antropogen, Kür-Dağarası çökəkliyi. Bəli, bu fikir də doğrudur. Şərur düzü antropogen, Araz-Cavan platforması. Bəli, bu fikirdə doğrudur. Qanlı-Xəriçay, Təbaşir, Kür-Dağarası çökəkliyi. Qanlı-Xəriçayda təbaşir çöküntüləri Kür-Dağarası çökəkliyi. Xeyr, yanlışdır. Təbaşir çöküntüləri deyil. Kaynazoydur. Deməli, 6-cı fikirdə səhvdir. Cavab oldu 3, 4, 5. 58. Azərbaycanın geoloji quruluşuna aid olan xüsusiyyətlər. Böyük və Kiçik Qafqaz dağları mezozoyun Yura təbaşir yaşlı süxurları ilə örtülmüşdür. Bəli, bu fikir doğrudur. Elə bayaqdan deyirik. Yan silsilədə üst və alt paleozoyun kristalik süxurları yer səthinə çıxır. Xeyr, alt-üst paleozoy Kiçik Qafqaz tektonik qalxmasındadır. Böyük Qafqazda yoxdur. 4-cü dövr vulkanik süxurları əsasən Qarabağ vulkanik yaylasında geniş yayılmışdı. Bəli, Qarabağ vulkan yaylası 4-cü dövrdür, Kaynazoy. 4-cü dövr çökmə süxurları Samur, Dəvəti və Lənkəran ovalıqlarında üstünü təşkil edir. Bəli, bu fikir də doğrudur. Qanlı-Xəriçayda təbaşir süxurları, xeyr, təbaşir ancaq alçaq dağlıq yerlərdədir. Qanlı-Xəriçayda Kaynazoydur. Alt paleozoyun vulkanogen çökmə süxurları Zəyəmçay, Əsriçayda, bəli, alt paleozoy. Paleozoyun alt paleozoyu. Kemri, Ordovik, Silur dövrünün çöküntüləri yayılıb Tovuz rayonunda, Əsriçay, Zəyəmçayda. Deməli, 6-cı fikir də doğrudur. Cavab oldu 1, 3, 4, 6. 59. Neogen süxurlarının geniş yayıldığı ərazilər. Neogen çöküntüləri yayılıb deməli, Ceyrançöl, Acnohurda, Qobustan, Abşeronda, Qusar maylı düzənliyində. Deməli, 4 ola bilər. Qusar maylı düzənliyi, Qobustan, Abşeron və 5 də ola bilər. 2, 4, 5. Neogen çöküntüləridir. 60. Verilən əlamətlərə əsasən geoloji eranı müəyyən edib, süxurların yayıldığı və yayılmadığı əraziləri doğru qruplaşdırın. Deməli,
Yayıldığı ərazilər. Örtülü toxumlu bitkilərin, quşların yaranması, Lavrasiya, Gondwana parçalanıb müasir materikləri əmələ gətirməsi, Pantalasın müasir okeanlara bölünməsi. Deməli bizdən mezozoy soruşur da, mezozoy erasına aid olan ərazilər. Mezozoy yayılıb. Deməli Qarabağ silsiləsində, Talışda yoxdur, Naxçıvanda yoxdur. Yayılmadığı ərazilər, yan silsilədə var mezozoy, Ceyran çöldə yoxdur, Lənkəranda yoxdur. Deməli yayıldığı ərazilər mezozoy Qarabağ silsiləsində, Yura təbaşir çöküntüləridir. 1. Yayılmadığı isə düzənliklərdə mezozoy yoxdur. Ancaq Böyük Qafqazda və Kiçik Qafqazdadır. 1, 5, 6. 61. Uyğunluğu müəyyən edin. Maqmatik vulkanlar, palçıq vulkanları. Böyük İşıqlı, Gəlinqaya, Qızılboğaz maqmatik vulkandır. Çeyrəki qalmaz palçıq vulkandır. Yenə burada Qızılboğaz, Pəriçinqıl, Ananye maqmatik vulkandır. Axtarma Paşalı, Kənizdağ, Otman Bozdağ palçıq vulkanlardır. Bunları əzbər bilməliyik. Yəni palçıq vulkanını sönmüş vulkandan ayırd eləməyi bacarmalıyıq. Uyğunluq müəyyən edin. Deməli, Paleozoyun kristalik şistlərindən ibarət qədim süxurların yer səthinə çıxdığı Tovuz rayonunun Əsriçay Zəyəmçay bölgəsidir. Deməli, 2-yə gedir A. 4-cü dövrdə püskürülmüş vulkan külləri, lavalar yayılan Qarabağ vulkan yaylasıdır. Burada da bizə rəqəm vermədiyi üçün B heç birinə getmir. Paleogen yaşlı vulkanik süxurlar geniş yayılmışdı. Paleogen çöküntüləri yayılıb Talışda, Naxçıvanda, Böyük Qafqazın cənub-şərqində. Bir rəqəmini bizə verib 1-ə C. Ərazidə mezozoy süxurları üstünlüyü təşkil edən mezozoy çöküntüləri Böyük Qafqaz, Kiçik Qafqazın yüksək orta dağlıq hissələrindədir, amma bizə rəqəm verməyib. Ona görə D-ni heç birinə aid eləmirik. 4-cü dövr yaşlı çökmə süxurlar geniş sahə tutansa 3-yə gedir. 4-cü dövr Kaynazoy, Samur, Dəvəçi. 64. Neogen çöküntüləri. Neogen çöküntüləri deməli burada olar. A-da. Yura çöküntüləri yüksək dağlıq hissələrdə, C-də olar, Böyük Qafqazın ətəklərində. Paleogen çöküntüləri də Talışla Naxçıvanda. Aşağıdakı 2 dənə. D, Y paleogendir. D, Y. 1-ə A, 2-yə C, 3-ə D, Y.